Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm, həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Tambovski. Bir bəy pasiyentim sual verir. Evlilik və ya sevgili münasibətlərində qadının keçmişi vacibdirmi? Cavab verirəm, bəli vacibdir. Çünki qadının keçmişi kişinin gələcəyidir. Xüsusilə qadının keçmişi əgər qabarıqdırsa, qaranlıq işlərlə doludursa, münasibətlərinin sayı çox olubsa. Nəyə görə bu belədir? İndi izah eləyəcəm. Amma ondan öncə demək istəyirəm ki, belə qadınlar o demək deyil ki, münasibət qurmamalıdır, xoşbəxt olmamalıdır və yaxud da xoşbəxtliyə münasibətə layiq deyil. Xeyr. Sadəcə deyirəm ki, bəylər bunu nəzərə almalıdırlar, gözə almalıdırlar ki, bu şeylərlə qarşılaşacaqlar. Aşağıda adını sadaladığım məsələlərlə qarşılaşacaqlar. Birincisi, qadın nə qədər çox kişi ilə münasibət qurursa, bir o qədər də çox aqressiv olur. İkincisi, qadın nə qədər çox münasibət yaşayarsa, bir o qədər çox yalan danışmağa, məsələlərin yarısından çoxunu, bəlkə də hamısını gizlətməyə meyilli olur. 3. Qadın kişilərlə nə qədər çox münasibət qurarsa, fərqli-fərqli. Bir o qədər də qadın empatiyası zəifləməyə başlayır. Yəni, başqalarını anlamaq, başqalarının acısını hiss eləmək. Bu duyğular zəifləməyə başlayır. 4. Qadın nə qədər çox kişi ilə münasibət qurarsa, bir o qədər də tənqidə, təhqirə daha çox meyilli olur. Bu da münasibətlərin dadını, duzunu korlayır, onları keyfiyyətsizləşdirir, konfliktlərin miqdarını, sayını artırır. 5-incisi, qadın kişilərlə nə qədər çox münasibət qurarsa, konfliktlər zamanı bir o qədər də həllə yönəlik hərəkət eləmir. İnfantilizm olur, küsməyə çox meyilli olur, problemi həllinə yanaşmır. Hətta bəzən hər hansı bir bəyin qüsurunu saxlayır və zamanı çatanda onun üzünə vurur. Yəni, problemləri gündəmə gətirir, gündəmdə saxlayır. Bir digəri, bağ qurma məsələlərində çətinlik çəkməkdir. Yəni, bağ qurmaq deyərkən, uzun müddətli münasibətlərə meyilli olmurlar. Daha çox tərk edilə bilərsiniz, xəyanətə uğraya bilərsiniz. Evlisinizsə, boşanma şansı daha da böyükdür. Bütün bunlar nəyə görədir? Çünki qadın münasibətdə, yəni bir kişidən digər kişiyə keçid eləyəndə, o inkişaf eləməməyə başlayır. O zəifləməyə başlayır. Sinir sistemi çökməyə başlayır. İnsanlara qarşı da güvəni itməyə başlayır. Zamanla xanım demək olar ki, hər münasibətdə olduğu kişidən müəyyən bir xüsusiyyət, xarakter özünə birləşdirir. Düzdür, elmdə bunun dəqiq izahı yoxdur. Yəni, mən yalan deyərəm, desəm ki, elmi araşdırmalarda belə göstərilir. Lakin bu, yaşanan təcrübələrdən bilinir. Elə şeylər var ki, elm onun izahını hələ izah etməkdə çətinlik çəkir. Demirəm ki, bu %100 halda doğrudur. Lakin əksər hallarda yaşanan təcrübələrə görə doğrudur. Qadın sanki hər bir kişidən hansısa bir DNT, bir hüceyrə, istər organik və yaxud da istər psixoloji özündə assimilyasiya edir. Nəzərə alsaq ki, qadının münasibətdə girdiyi kişilərin bir çoxu fərqli-fərqli xarakterlərdə ola bilər. Məsələn, biri narkoman ola bilər, narkotik maddədən asılı, alkoqolizmdən əziyyət çəkə bilər, bir digəri fırıldaqçı ola bilər, dələduz ola bilər, bir başqası kriminal ola bilər, bir başqası qumar asılılığından əziyyət çəkə bilər. Yəni, qadın bunların pis xüsusiyyətlərini özündə assimilə edə bilər. Bu %100 doğru olmasa da. Elə ona görə də yenidən təkrarlayıram, qadının keçmişi kişinin gələcəyidir. Kişilər diqqətli olmalı. Əgər seçim edəcəklərsə, keçmişi qabarıq olan qadınları, xüsusilə 30 yaşdan yuxarı, yaş nə qədər çoxdursa, keçmişin qabarıq olma şansı
yaşanmışlıqların şansı, uğursuzluqların şansı, faciələrin şansı, dramatikləşmənin şansı bir o qədər də çox olacaq. Yəni, diqqətli olun bəylər. Sağ olun, gələn görüşlərdək.